Xalq artisti Məmməd Bağır Bağırzadənin vəfatından 12 il ötür. Oxu.az xəbər verir ki, müğənni, bəstəkar Məmməd Bağır Bağırzadə 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlib. Onun sənət yolu toy və el şənliklərindən başlayıb. O, adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edib. Məmməd Bağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olub. Müğənninin repertuarına Oktay Kazımovun, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi. Sözləri və musiqisi Məmməd Bağır Bağırzadəyə aid olan Səməni Nazlı Gəlin, Hülya, musiqisi Ələkbər Tağıyev, sözləri Hafiz Baxşa aid olan Azərbaycan oğluyam və digər nəğmələr bu gün də başqa ifaçılar tərəfindən səsləndirilməkdədir. Məmməd Bağır Bağırzadə 2005-ci il 30 oktyabrda vəfat edib.